Hər uşağa EEG çəkilməlidirmi? Valideynlərdən ən çox eşitdiyim suallardan biri budur. Doktor, EEG çəkdirsək hər şey məlum olacaq? Əslində isə cavab o qədər də sadə deyil. EEG MRT deyil, kompüter tomografiyası da deyil. EEG beynin quruluşuna yox, elektrik fəaliyyətinə baxan müayinə üsuludur. Ən çox hansı hallarda istifadə olunur? Qıcolma və ya epilepsiya şübhəsi olduqda, uşaq qəfil donub qalıb, boşluğa baxır və bir neçə saniyə reaksiya vermirsə, təkrarlanan səbəbsiz huş pozulmaları olduqda, bəzi yuxu pozuntularının qiymətləndirilməsində, EEG yalnız həkim müayinəsindən sonra ehtiyac olduqda tövsiyə edilir. Unutmayın, elektroensefalografiya diaqnoz qoymur. O həkimin müayinəsi və uşağın klinik əlamətləri ilə birlikdə qiymətləndirilən köməkçi müayinə üsuludur. Ən doğru qərarı isə uşağın şikayətlərini dinlədikdən və müayinəsini apardıqdan sonra vermək mümkündür.